Tələbələr üçün iş var yoldaşlar, yay proqramlarıdır, yay təcrübə proqramlarıdır və s. və bənzəri işlərdir. Misal üçün, kifayət qədər çoxdur yoldaşlar. Ona görə onların hamısı haqqında detallı məlumat versəm bu videonun gərək vaxtı çox uzanar. Ümumi olaraq son dönəmlər olan vakansiyalardan bəhs etmək istəyirəm. Kifayət qədər çox olubdur bu ay. Misal üçün, yoldaşlar, gəlin sizə bəhs edeyim. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsinizsə, əlaqə vasitəmizə yaza bilərsiniz. Misal üçün, satış üzrə kiçik mütəxəssis iş var HR Option'da. Sonra az şərtli iş var HR üzrə sənədləşmək üzrə Karacada. Sonra magistr tələbələr üçün təcrübə proqramı var, inzibati işlər üzrə. Sonra universitet tələbələr üçün təcrübə proqramı var. Özü bu təcrübə proqramlarında adətən tez-tez qarşılanır. Bir neçə istiqamət olur. Misal üçün, müştəri xidmətləri üzrə mütəxəssis işi var, yarım ştatdır, çox şey tələb eləmir, FMİA-da. Sonra insan resursları üzrə təcrübəçi işi var yenə də. Sonra əlaqə mərkəzi şöbəsində məlumat mərkəzi üzrə var. İnzibatçı iş var, təcrübəsi olaraq İctimai Televiziya və Radio Yayımlar şirkətində. Sonra region filialları üzrə könüllü iş var, Unibank Kommersiya Bankında. Sonra Azərsilah Müdafiə Sənaye Holdingində təcrübəçi işi var, hesabatlıq üzrə. Sonra dövlət layihəsi var, həmin o layihədə sosial tərəfdaşlıq layihəsində təcrübə proqramı var. Səyahət çevirisi onunla da bağlı təcrübə var. Sonra Bravo'da marketçilik məktəbi var. Sonra insan resursları təcrübəçi işi var, maaşlı. Sonra Bayraqdar Texnolojiyada təcrübə var. Sonra dövlət vergi xidmətində 5-ci yay təcrübə proqramı var. Sonra IT sahəsində biznes analitika üzrə yay təcrübə proqramı var. Ümumiyyətlə, developer sahəsində də təcrübə proqramları olur. Mühasib üzrə təcrübəçi işi var. Bakı və rayonlarda misal üçün təcrübə işi var kredit üzrə. Sonra zəmanət şöbəsində təcrübə proqramı var. Gənclərə layihə köməkçisi üzrə Portbimdə var belə bir iş. Sonra filiallarda satış üzrə təcrübəçi iş var, Yapı Kredi Bankında. Sonra Sokarda var təcrübə işi, sonra Normda var. Sonra direktor köməkçisi işi var, 3 aylıq təcrübə proqramıdır. Sonra Sətəm üzrə təcrübə proqramı var. Express Bankda yay təcrübə proqramı var. Sonra Nemətoğlu'nun Ağrıda HR mütəxəssis köməkçisi işi var. Sonra rayonda insan resursları təcrübəçi işi var, Yaloma Aqrobankda. Sonra mərkəzləşmiş kredit satışı üzrə kiçik işçiyə ehtiyac var, Fink Azərbaycanda. Sonra Unibankda insan resursları üzrə təcrübəçi işi var. Sonra çağrı mərkəzi üzrə Ağa şirkətlər qrupunda az şərtli iş var. Həmin şirkətdə həmçinin ilkin təqib üzrə də işçiyə ehtiyac var. Sonra rayonda, Şamaxıda da bəzi təcrübəçi işlər var. Sonra texniki dəstək üzrə təcrübəçi işi var. Audio video texnik üzrə təcrübəçi işi var. İnsan resursları üzrə köməkçi işi var. Texniki dəstək üzrə təcrübəçi işi var. Azalda da kiber təhlükəsizlik üzrə təcrübə proqramları var. Hələ mən sizə sadəcə adlarını dedim yoldaşlar, 3 dəqiqəyə yaxın vaxt getdi. İndi görün sizə bunlar haqqında daha ətraflı məlumat versəydim, nə qədər vaxt gedərdi. Dediyim kimi, bu işlərdə müraciət etməkdə dəstəkçisə, digərlərindən də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapmanızı sətini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Siz bu videonu əgər YouTube-da görürsünüzsə, o zaman videonun adında əlaqə vasitəsi qeyd olunur. Yox, əgər siz bu videonu TikTok-da görmürsünüzsə, o zaman videonun adının altında Toğrul Əcəb sözü yazılıbdır. Həmin o sözü olaraq, yəni videonun altında Toğrul Əcəb sözü yazılıb. O sözü toxunaraq TikTok kanalına daxil ola bilərsiniz. Toğrul Əcəb adlı TikTok kanalına. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.